Hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərində tam mərkəzdə İcra Hakimiyyətinin qarşısında çıxarışlı 2 otaqlı əla təmirli bir mənzil çəkib təqdim edirik. Mənzilimiz 12 mərtəbəli binanın 9-cu mərtəbəsidir. Mən sizə mənzilin hal-hazırda qonaq otağını çəkib təqdim edirəm. Orta mərtəbə, orta blokda ümumi sayısı 63 kvadratlı çıxarış əldədir. Qonaq otağından eyvana çıxış var. Eyvan plastik pəncərə ilə bağlanılıb. İsitmə sistemi kombidir. Kombin aparatı, radiatorları, mətbəx mebeli, sanuzelin aksesuarları yığılıb. Qiymət çox əla bir qiymətdir. Mənzilin yerləşmə yeri çox əla bir yerdir. İcra Hakimiyyətinin qarşısıdır. 1 nömrəli məktəbə çox yaxın bir məsafədir. Buradan məktəbin məsafəsi maksimum 4-5 dəqiqəlik məsafədir. Çox yaxındır. Deməli, sanuzeldir. Sanuzelin təmirini görürsünüz. Aksesuarları yığılıb. Bu formada. Mənzilin giriş hissəsidir. Qeyd edim ki, bu hissələr döşəmə istipoldan ibarətdir. Mənzilin satış qiyməti 119.000 manatdır. Real alıcı olduqda mənzilə baxandan sonra qiymətdə razılaşma olunacaq. Mənzilimizin mətbəx hissəsidir. Və buradan biz yataq otağını çəkib sizə təqdim edək. Mənzilimizin yataq otağıdır. Bir daha qeyd edim, Xırdalan şəhəri İcra Hakimiyyətinin qarşısı çıxarışlı mənzildir. 12 mərtəbəli binanın 9-cu mərtəbəsi. 63 kvadrat, satış qiyməti 119.000 manat. Real alıcı olduqda mənzilə baxandan sonra qiymətdə razılaşma olunacaq.